Bax bu qapının arxasındakı ev sahibinə ayda 1100, 1200 manat gəlir gətirir. Necə? Gəlin izah edeyim necə. Gəlin, xoş gəlmisiniz. Deməli, gördüyünüz bu əmlak Dədə Balası Lənkəran şəhərində yerləşir. Lənkəran şəhərində harda yerləşir, onu da sizə dəqiq izah edeyim. Deməli, Dicəş-Şilavar magistral yolunun kənarında Refem Market var. Hər biriniz tanıyırsınız Refem Marketi. Refem Marketin arxa məhəlləsində. Ümumi sahəsi, ümumi həyətyanı sahəsi 7 sotdan ibarətdir. Gördüyünüz kimi 4 tərəfdən hasar, evin qabağı başdan başa tam etlənib, bağ yeri saxlayıblar, hər cürə də ağaclar əkilib. İndi bura baxım yoxdur. Bir dənə bura bağban salırsan, 5-10 manat verirsən, bir dənə buranı səliqəyə salır. Ev istifadəyə yararlıdır. Sadəcə olaraq xırda para bir iki dənə pudra kraska işləri var. Onları sizə izah eləyəcəm. O da qiymətdən çıxılacaq. Yaxşı, bu ev necə gəlir gətirir? Onu sizə izah edeyim. Gəlin tanış olaq, çox uzatmayaq məsələni. Qeyd elədiyim kimi Lənkəran şəhərində Refem Marketin arxa məhəlləsində yerləşir. Ümumi sahəsi 7 sotdan ibarətdir. Daxil oluruq evin birinci mərtəbəsinə. Gəlin burada birinci gəlir mənbəyini sizə göstərim. Bura evin birinci mərtəbəsidir. Evin birinci mərtəbəsindən böyük bir ambara çıxış var. Ambarın yolu digər tərəfdəndir. Yəni bax orada böyük darvaza var. O darvazanı açırsan, o digər yola düşür artıq. Yəni həyətdən keçid yoxdur ambara. Bu ambarı ev yiyəsi ayda 700 manata icarəyə verirdi. Bu yaxınlarda icarədarı çıxarıblar. Ambarın içində ayaq yolu var, ofis otaqları var. Bir dənə də balaca bağlı ambar qapısı bağlı otaq var burada görürsünüz. Bir dənə də otaq buradır. Buranı da ofis eləyə bilərsiniz. Nəzərə alsaq ki, Dicəş-Şilavar magistral yolunun kənarında bütün məişət və yaşa obyektləri, eləcə də müxtəlif kateqoriyalı mağazalar yerləşir. Bu ərazidə bu mağazaların ambarlara böyük ehtiyacı var. Eləcə də elə ev sahibi buranı, evin birinci mərtəbəsini də bəs o ambarı da icarəyə verib pul qazanırdı və evin özünü də icarəyə verirdi. Evin özünü də 500 manata icarəyə vermişdi. Yəni bu o deməkdir ki, hər hansı bir şirkətin sahibi gəlib buranı götürüb həm ev kimi yaşaya bilər, həm də ambar kimi istifadə eləyə bilər. Bura sanitar qovşağıdır, tam təmirli. Kollektor yığılıb, nəzərinizə çatdırım ki, evin ikinci mərtəbəsi başdan başa isti döşəmə ilə təchiz olunub. İşıqların yandırıq. Gəlin. Bu da bizim evimiz. Gəlin, xoş gəlmişsiniz. O dediyim pudra kraska işləri var idi, ya uşaqlar var var. Evdə kirənişin qalıb, uşaq cırıb belə aboyu. Yəni bu aboyun bir dənə bu yüzünü dəyişdirsin, uzağı 100 manat. Belə xırda para işlərdir. Onları da nə gəlsiz görsünüz, ev sahibi ilə danışmışam, hamısını qiymətdə endirim eləyəcək. Bir də eyvanı ilə tanış olaq, sonra davam eləyək. Bura eyvandır. Gəlin. Çox gözəl də eyvan da. Geniş, səliqəli. 3-cü mərtəbədə mansar var. Mansarında ayrıca öz eyvanı var. Gəlin, getdik. Təmir normaldır. Yəni yüksək səviyyədə təmir olunub. İndi baxın, işlədilib bəzi spotlar yanmır. Yenə də deyirəm, onların hamını hesablayacaq. Ev yiyəsi sizə padark eləyəcək spotların, pulların. Gördüyünüz nə var evdə qalacaq? Bütün mebellər. Bütün baxın, bahalı divandır, bahalı kondisionerdir, çox böyük kondisionerdir özdə. Hər şey, nə görürsünüzsə hamısı qalacaq evdə. Və burada deməli 3 dənə otaqdır. Bir, yataq otağı. 2, yataq otağı. Və buradan da Osman Mirzəyev adına qarışıq tipli uşaq evi də pəncərədən görsənir. Gördünüz? Bu da 3-cü yataq otağıdır dostlar. İndi biraz işıqlardan yenə də deyirəm. Zəifçilik var, yola verin. Bax belə, gördüyünüz bütün əşyalar qalacaq. Hər bir şey qiymətə daxildir. Burada da mətbəx. Burada yüksək səviyyədə qəşəng, böyük bir mətbəx. Baxın, nə gözəldir. Gəlin qiyməti sizə elan edeyim, sonra mansarla tanış olaq. Bura üçün ev sahibi 230.000 manat qiymət deyir. 230.000 manat. Baxın, nə boyda mətbəxdir.
Hər şey qalacaq. 450 kvadrat metrdən ibarətdir. 450 kvadrat metrdən ibarət ev, 7 sot torpaq, 230 min manat. Gəlin gedək Mansarlıda tanış olaq, sonra sizinlə vidalaşaq. Vidalaşmayaq, hələlik deyək, çünki Dədə Balası əmlakın çəkilişləri və təqdimatları davam edir. Gəlin getdik. Burada Mansar ərazisidir. Baxın, hər cür şərait yaradılıb. Hər cürə, baxın, nə gözəl. Ayağımın altında taxtalar çaq-çaq eləyir. Çoxdan deyəsən, bura çıxılmırdı. Bu nədir? Tam-dum eləyir. Qapı deyəsən açıq qaldı. Eyb yox, gəlin. Bu da Mansar, dostlar. Mansarda da baxın, 2 dənə otaq ayrılıb. Qəşəng laklanıb, yüksək səviyyədə. Bir dənə döşəməsinə laminat vurmaq lazımdır və yaxud da taxta vurmaq lazımdır. Bu arada Mansarın özündə də sanitar qovşağı var. Özdə nə sanitar qovşağıdır? Nədir? Bura sən oturursan, pəncərədən baxırsan hər yerə. Əsl egzotika budur ya. Əsl rahatçılıq budur. Dəyərli dostlar, qiyməti elan elədim. Bu arada Mansardan da bir dənə eyvan var. Onu da sizə göstərim. Buyurun. Gördünüz? 230 min manata belə bir əmlakınızın olmasını istəyirsinizmi? Baxın Talış dağlarının gözəlliyinə. 230 min manat. Gəl ver qardaşım, sənin olsun. Telefon nömrəmiz 050 321 45 02. Bu əmlakı əldən vermə. Dədə Balası.